Salam, hər vaxtınız xeyir olsun. Siz elə bilirsiniz, əziz izləyicilərim, mən diyetə davam eləmirəm, amma diyetə davam düzdür, şəkil, video az paylaşıram. Yeməkləri daha çox paylaşıram səhifəmdə. Yemək səhifəmdir ona görə. Amma ki, diyetə davam edirəm. Əvvəl çəki tez gedir, toksitlər, zad, bədəndə olan sular çəkilir deyə. Ona görə çəkib sürətli gedir. Amma sonra piylər parçalanır deyə biraz gec, yəni düşür aşağı. Və mən də 106 kilo 800 qramdan başladım. İndiki nəticəm də 98 kilo nə qədərdir bilmirəm. Qramı yadımdan çıxıb, səhər çəkmişdim, cüzdandan yadımdan çıxıb. Evdə nə bişir, yəni onu yeyirəm. Evdə bişən bütün yeməkləri yeyirəm. Sadəcə olaraq, yəni çörək, şirniyyat, makaron, vermişil bunları istifadə eləmirəm. Və düyü olar, bulgur olar, o da ki aş formasında yeyirəm. Aş, yəni yağlı olur. Necə evdə bişir, elə, yəni aşımı da normasında yeyirəm. Sadəcə olaraq axşam menüsünə aş salmıram.